Salam. Bugün maraqlı bir salat hazırlayırıq. Salat üçün bizə lazımdır mayonez, belə qarğıdan yox, nədir bu? Lobya konservası, biraz smetan, bir də qarğıdalı konservası və toyuğun döşəti onu da qoymuşuq qaynamağa qaynayacağıq. Və bir də suxarik, amma belə uzun olanlarından. Başlayaq. Əvvəl qarğıdalının suyunu süzəcəm, sonra bu lobyanın da suyunu süzəcəm, qaba əlavə edəcəm. Başladıq. Всем привет! Готовим салат, фасолевый салат. Будем использовать для этого фасоль, кукурузу, сметану, майонез и куриную грудку. Əzilib. Процеживаем фасоль. Bu da heç yaxşı deyil. Фасоль помятая. Biraz gözləsin, suyu süzülsün. Dadı normaldır, sadəcə əzilib. Главное, вкус хороший. Ничего, что мятый. Gözləyək biraz süzülsün, çünki su bizdə salatda lazımlı bir şey deyil. Ждем, чтобы процедилось. Вода нам не нужна в салате. Keçdik qarğıdalıya. Теперь кукурузу процедим. Bunun rəngi çox qəşəngdir və suyu çox azdır. Bunu süzmək daha rahat olacaq. И жидкости в ней мало. Süzüb bura əlavə edəcəyik. Lobyaları əlavə etdik və sonra qarğıdalını əlavə edirik. Фасоль добавили сверху кукурузу. Я еще забыл сказать, что еще сюда сухарики используются. Mayonez Вот такие. və smetanı qarışdıracağıq, amma hərəsindən çox yox, az. Baxacağıq ki, nə qədər bizə lazım olur. Сметану с майонезом перемешаем небольшими порциями. Deyəsəm çox az oldu. Biraz da götürək. Və biraz da mayonez. Biraz da əlavə edək. Smetanı biraz çox olsun. Qarışdıraq. Bunları kənarda qarışdırmaq olar. Ancaq mən çox istifadə etməyəcəyəm görə düşündüm ki, bütün qabları bulaşdırmaqdansa bir dənəsini eləmək daha yaxşıdır. Qarışdırıram. Amma suxarikləri indi qarışdırmayacağım, çünki suyu canına çəkə bilər. Nəmlənəndə daha dadlı olmur. Xırçıltılı qalsın deyə nə vaxt süfrəyə veriləcək, onda suxarikləri əlavə edib sonra süfrəyə verilir. Və bu arada bir də bizə lazım olacaq toyuğun döşəti. Onun indi qaynayır. Gətirib onu didib buna əlavə edəcəyik. Сухарики сразу добавлять не будем, чтобы не размяклись, чтобы были хрустящими. Toyuğun döşətini belə didirik. Didik. İndi bunu salatamızın içərisinə əlavə edəcəyik. Görək nə qədər olacaq. Heç birini qramla çəkini etməmişəm. Nənələr demiş göz qərəri ilə. Курицу пощипали, те добавляем в салат. С граммовкой особо не заморачиваться, так на глаз. Просто для себя. İstiyorsan ver. Hələ duz əlavə etməmişik, tuz istiyor. На вид неплохо выглядит. Соль, перец пока не добавляли еще. Bəs deyil. Biraz əlavə edin. Bir çıxıb əlavə edəsin bəs. Biraz da olsun, ət olsun. Чистый пусть. Dad olsun. Ət çox onda dad olsun. Biraz da olsun. Biraz da istiyor. Çok yok biraz. Belə. Düşünürəm ki, buna bir çıqqan sarımsaq da gelə bilər. Amma kənarda biraz bir hissəsini qarışdırıb baxacağım. Əgər dadlı alınsa əlavə edəcəm. Dadlı alınmasa əlavə etməyəcəm. Mayonez biraz da lazımdır məncə. Biraz da mayonez. Майонез еще добавим. Yapışsın bir-birinə. Və budur. İçərisində də qatıb, üzərində bəzək üçün dekor olsun deyə belə bir şey və ya fərqli bir daha düz qaba yox, daha da fərqli bir şey eləmək olar. Belə alındı, dadı həqiqətən qəşəngdir və duz istiot əlavə edərkən əlavə ədviyyata ehtiyac yoxdur, çünki bu suxarikanın içərisində də ədviyyat var. На вкус отлично, я попробовал, они испытали. Сейчас уже прошло минут 5-7. Жив, пульс в норме, голова не кружится. Всем приятного аппетита. Hələlik.